biz bugün qida mütəxəssislərini çox görürük ki, nəyi nə ilə istifadə etsək daha yaxşı olacaq və müəyyən mənada qida təhlükəsizliyi məsələlərində o araşdırmalar, reydlər çox önəmlidir. Elə bu haqda danışacaq. Studiyamızın qonaqları da var. Belə ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Orxan Orucov bizimlədir və eyni zamanda Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşı Aynurə Qulamova bizimlədir. Sabahınız xeyir olsun, xoş gördük hər birinizi. Hər vaxtınız xeyir. Təşəkkür edirəm. Orxan müəllim, bu yaxınlarda mən bir məlumat gördüm sosial şəbəkələrdə. Biz onu gün aydınında da paylaşmışdıq rəsmi olaraq. Hansı ki, qida təhlükəsizliyindən danışırıqsa biz, müəyyən mənada yoxlamalar, reydlər həddən artıq önəmlidir və siz ötən ildən səhv etmirəmsə artıq müəyyən reydlər həyata keçirilib və hətta məlumatda oxudum ki, 60 tondan çox yararsız qida məhv edilib və müəyyən obyektlər var ki, siz tədbirlər görürsünüz, qarşısının alınması üçün müəyyən cərimələr bəzən tətbiq edilir. Ümumiyyətlə, yoxlamalar necə keçirilir? Öncədən planlaşdırılırmı həmin yoxlamalar? Təşəkkür edirəm ilk öncə dəvətiniz üçün, aktual mövzuları işıqlandırdığınız üçün, biz təşəkkür edirik. Ümumiyyətlə, qida təhlükəsizliyinin təmin olunması, bu sahədə istehlakçı hüquqlarının müdafiəsi istiqamətində Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 2025-ci il biz hesabat xarakterli götürsək məlumatları 2025-ci il ərzində bir sıra yoxlamalar həyata keçirilmişdi və nəzərinizə çatdırım ki, yoxlamalar qanunvericiliyə uyğun olaraq planlı və plandan kənar olmaqla iki yerə ayrılır. Plandan kənar yoxlamalar həm dövlət orqanlarından, fiziki və hüquqi şəxslərdən, vətəndaşlardan, mediada yayılmış məlumatlardan asılı olaraq aparılan yoxlamalardır və plandan kənar yoxlamalar qida obyektinə yaxınlaşan zaman yalnız sahibkarın xəbəri olduğu bir yoxlamadır. Adından göründüyü kimi planlı yoxlamalar isə növbəti il üçün yenə də qanunvericiliyə uyğun olaraq noyabrın 1-nə qədər müvafiq Ədliyyə Nazirliyinin yoxlamaların vahid məlumat reyestri var. Ora daxil edilir məlumatlar ki, gələn üçün hansı obyektlərdə yoxlamalar aparılacaq. Əslində bu sualı niyə ünvanladım sizə? Bilirik, bəzi çox bilmişlər var axı, bilir ki, yoxlama olacaq, hər şey sərgəli vəziyyətdədir, amma o sərgəlilik sadəcə yoxlanış bitənə qədərdir. Ondan sonra onu müşahidə etmir, elə bir ora gedən hər hansı bir vətəndaş olaraq da bunu deyə bilərik. Ona görə də planlaşdırılmamış yoxlamalar əslində çox önəmlidir, düzdür? Bəli, bəli. Əsasən qeyd etdiyim kimi şikayətlər əsasında olur. Yəni plandan kənar yoxlamanın aparılması üçün də qeyd etdiyim o şərtlər olmalıdır, müraciətlər olmalıdır, şikayətlər olmalıdır və yaxud da media orqanlarında hansısa bir obyektdə xəbər olmalıdır və biz həmin xəbərə istinad edib sözü gedən obyektə plandan kənar yoxlama açıq. Əslində, keçən il biz sosial şəbəkələrdə Naxçıvandan söhbət gedirsə əgər, dönərlə bağlı bir neçə məkanda biz gördük ki, reydlərin keçirilməsi və cərimələrin tətbiq edilməsi, zəhərlənmələr müşahidə olundu müəyyən mənada. Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət planı istiqamətlərini daha çox hansılardır? Bunu öyrənmək istərdim Aynur xanım və eyni zamanda qida təhlükəsizliyinin təmin olunmasında Qida Təhlükəsizliyi İnstitutunun rolu nədən ibarətdir? Mən də seyircilərə, tamaşaçıları salamlayıram ilk növbədə. Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu 18 mart 2024-cü il tarixdə təsis edilmişdir və 1 may 2024-cü il tarixdə isə institutun strukturu və nizamnaməsi təsdiq olunmuşdur. İnstitutun strukturu aparat hissədən və sınaq laboratoriyalarından ibarətdir ki, burada aparat hissədə şöbələr və sektorlar fəaliyyət göstərir və institutun fəaliyyətinin əsas məqsədi insanların, heyvanların sağlamlığının qorunması məqsədi ilə qida təhlükəsizliyinin daha səmərəli təşkilinə həyata keçirməkdən ibarətdir. Yəni, bu məqsədə nail olmaq üçün isə institut bir neçə istiqamətdə fəaliyyətini həyata keçirir. Əsas fəaliyyət istiqamətlərinə nələri göstərə bilərik? Qida təhlükəsizliyi sahəsində sırf bu sahədə elmi-praktiki araşdırmaların aparılmasıdır, risk qiymətləndirilməsinin elmi əsaslarının formalaşdırılmasıdır, risklərin elmi prinsipləri əsasən qiymətləndirilməsinin həyata keçirilməsidir. Yenə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, layihələrin işlənib hazırlanmasıdır. Qida və yem məhsullarının, həmçinin onların birbaşa təmasda olduğu material və məmulatların təhlükəsizliyi üzrə, həmçinin qida məhsullarının keyfiyyət göstəriciləri üzrə laboratoriya analizlərinin aparılması, tədqiqat xidmətlərinin göstərilməsi, həmçinin ekspertiza xidmətlərinin, yetişmək xidmətlərinin göstərilməsi institutun fəaliyyət istiqamətlərinə daxildir. Qida sağlamlığı, bitki sağlamlığı, heyvanlarla bağlı laboratoriyada keçirilən
analizlər var ki, onlar çox önəmli, düzdürmü? Biraz istərdim bunu açasınız. Mən qeyd etdiyim kimi, institutun strukturu dedimcə sınaq laboratoriyalarından və aparat hissədən ibarətdir və burada hansı sınaq laboratoriyaları, mərkəzi qida sınaq laboratoriyasıdır, mərkəzi baytarlıq laboratoriyasıdır, mərkəzi fitosanitar laboratoriyasıdır ki, fəaliyyət göstərir. Bu laboratoriyalarda aparılan hər bir müayinələr, sınaqlar Azərbaycan Respublikasının qanunvericiliyi aktlarına və hüquqi normativ sənədlərin tələblərinə əsasən vaxtında və keyfiyyətli yerinə yetirilir. yetirilir. Təhlükəsizliyindən söhbət gedir, o qidanın təhlükəsizliyindən. Bu yaxınlarda bir xəbər yayıldı sosial şəbəkələrdə. Yəqin ki, bilirsiniz, o rənglənmiş toyuqlardan mı söhbət gedirdi? Belə bir məlumat var idi. Amma Naxçıvanda biz buna rastlamadıq, nə gözəl ki, belə bir məlumat bizə daxil olmadı, belə deyək. Müəyyən mənada qida təhlükəsizliyi bəli çox önəmlidir və Orxan müəllim, sizin həyata keçirdiyiniz reydlərdə biz bunu görürük ki, nöqsanlar aşkarlanır və daha çox nələrlə qarşılaşırsınız belə reydlərdə, həmin getdiyiniz obyektlərdə, ən çox narahat edən məsələlər nələrdir? Demək, hər bir qida zəncirinin bir mərhələləri var. Bu mərhələlərdə müəyyən obyektlər fəaliyyət göstərir. Qidanın tarladan hazırlanıb, yığılıb, ta ki istehlakçıya qədər keçdiyi bir yol var. Süfrəmizə qədər gəldiyi bəli bir yol var. Bir zəncir deyilir buna. Zəncirin hər bir mərhələsində hər bir qida obyektinin üzərinə düşən vəzifələr var, etməli olduğu məsələlər var ki, ona müvafiq olaraq yoxlamalar aparılır və yoxlamalar zamanı qeyd edim ki, sahibkar məşğul olduğu fəaliyyət sahəsinə görə ona suallar tətbiq olunur. Yoxlamanın sualları deyilir buna. Və bu aparılan yoxlamalar zamanı ən çox belə deyək, sanitar gigiyenik qaydaların pozulması kimi hallarla rastlaşırıq ki, bu da ən vacib məsələlərdən biridir. Bir qida obyektində sanitar gigiyenik qaydalar pozulursa, artıq həmin qida obyektinin təqdim etdiyi, realizasiya etdiyi qida məhsulları şübhəli qida məhsulu hesab oluna bilər. Eləcə də temperatur rejiminin pozulması, mal qonşuluğu prinsipinin pozulması, qida obyektində çalışan işçilərin qanunvericiliyə uyğun olaraq ilkin və tibbi dövrü müayinələrə cəlb olunmalıdır. Bu müayinələrin ya natamam aparılması, ya ümumiyyətlə aparılmaması, yararlılıq müddəti ötmüş qida məhsullarının istehlakçılara təqdim olunması, alət və avadanlıqların təmiz saxlanılmaması, vaxtında dezinfeksiya işlərinin aparılmaması kimi mühüm nöqsanlar aşkarlanır qida obyektlərində. Ən çox onlardır. Bəs neçə belə bir müəssisələrə, obyektlərə siz cərimə tətbiq etmisiniz və ən çox nə üzrə? Biz ötən il ərzində 127 yoxlama aparmışıq. Planlı və plandan kənar. Bunlar şikayət əsasında olub, düzdürmü? Qeyd etdiyim kimi plandan kənar şikayət əsasında, planlı isə öncədən hazırlanmış plan əsasında, amma ümumi 127 yoxlama aparılmışdı hər iki halda və 105 qida obyekti barəsində inzibati tənbih vermə qərarı qəbul olunmuşdu. Yəni inzibati tənbih vermə qərarı qəbul olunmuşsa, artıq inzibati xətalar məcəlləsinə uyğun olaraq cərimələr tətbiq edilir. Bu yüksək göstəricidir 105 qida obyektinin barəsində inzibati tənbih vermə qərarının qəbul olunması və bu qərarın da qəbul olunmasına səbəb həmin qeyd etdiyim o çatışmazlıqlar, uyğunsuzluqların aşkar olunmasıdır. Burada həm ola bilər qida obyektindən irəli gələn birbaşa onun sanitar gigiyenik vəziyyəti ilə bağlı ola bilər və yaxud da oradan yoxlama zamanı emal müəssisəsi ola bilər, ictimai yaşayış obyektləri ola bilər, nümunələr seçilib Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunur və orada nəticələrə uyğun olaraq da əgər uyğunsuzluq aşkarlanırsa, buna da uyğun olaraq inzibati tənbih vermə qərarları qəbul olunur və sonra həmin qida məhsulları, sizə qeyd etdiyiniz o məhv etmə məsələsi 60 tondan artıq bu uyğunsuzluq aşkarlanan məhsullarda ya utilizasiya olunur, təyinatı dəyişdirilərək ya da ki, məhv olunur. Orxan müəllim, mənə bir nüans maraqlıdır ümumiyyətlə. Deyək ki, nöqsan aşkarlandı, siz cəriməni tətbiq etdiniz, qərar alındı, daha sonra reyd keçirilirmi ki, bu nöqsan aradan qaldırılıb ya yox? Əlbəttə ki, qanunverici də bunu tələb edir. Hər hansı bir məhdudlaşdırıcı qərar tətbiq oluna bilər müəssisə barəsində. Məhdudlaşdırıcı qərar o vaxt tətbiq olunur ki, oradakı nöqsan ya aradan qaldırılması mümkün olmasın həmin vaxt və insan həyatı sağlamlıq üçün təhlükə yaratsın. Və bu iki hal bir yerdə artıq mövcudsa, məhdudlaşdırıcı qərar qəbul olunur və qəbul olunmuş həm məhdudlaşdırıcı qərarın tələbləri, onun yerinə yetirilməsindən bağlı və əlavə olaraq aşkarlanmış digər nöqsanların aradan qaldırılması üçün sahibkara müvafiq vaxt verilir. O vaxt bir ayda ola bilər, 10 artıq, gündə ola bilər, baxır nöqsanın dərəcəsinə və həmin vaxtdan sonra yenidən ora baxış keçirilir
əgər məhdudlaşdırıcı tədbir tətbiq olunubsa, bu təbii ki, müvəqqəti xarakteri daşıyır. Heç bir qida obyekti ömürlük fəaliyyəti dayandırılır bir dəfəlik. Və baxış keçiriləndən sonra həqiqətən nöqsanlar aradan qaldırılıbsa, ondan sonra sahibkarın öz müraciəti əsasında yenidən baxış keçirilir və aradan qaldırılmış nöqsanlar təsdiqini tapırsa, ondan sonra fəaliyyəti normal şəkildə davam etdirə bilir. Orxan müəllim sualı cavablandırarkən Aynur xanım bir nüansa toxundu ki, uyğunsuzluqlar aşkar edildiyi zaman sizə artıq müraciət olunur və laboratoriyada deyək o sınaqlar keçirildi qida ilə bağlı, siz uyğunsuzluq gördünüz. Hansı tədbirlər görülür siz tərəfdən? Hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılır? Öncədən bəllidirmi? Onu da qeyd edim ki, qeyd etdiyim o sınaq laboratoriyalarında əlbəttə qəbul edilən nümunələr, məsələn, Mərkəzi Qida Sınaq Laboratoriyasında qəbul edilən qida nümunələri üzrə fiziki, kimyəvi, mikrobioloji, toksikoloji göstəricilər üzrə burada analizlər aparılır. Mərkəzi Baytarlıq Laboratoriyasında isə, məsələn, heyvan xəstəlikləri, baytar sanitar təhlükəsizliyi və keyfiyyət göstəriciləri üzrə burada bakterioloji, mikrobioloji, seroloji analizlər aparılır. Mərkəzi Fitosanitar Laboratoriyasında isə bitki və bitkicilik məhsullarının da zərərvericilərini müəyyənləşdirməsi istiqamətində həm vizual, həm də mikroskopik müayinələr aparılır. Onu da qeyd edim ki, 2025-ci il ərzində Mərkəzi Qida Sınaq Laboratoriyasında ümumi olaraq 2045 nümunə qəbul edilmiş, 4408-ə qədər analiz aparılmışdı. Bu zaman 23 halda uyğunsuzluq dedikdə, yəni normativ sənədin tələblərindən kənarlaşma aşkar edilmişdi. Eyni qayda ilə Mərkəzi Baytarlıq Laboratoriyasında da 1026 nümunə qəbul edilmiş, 1033 sınaq aparılmış. Mərkəzi fitosanitarda isə 514 nümunə qəbul edilmiş və müvafiq olaraq 514 deməli müayinə aparılmışdı. Və ümumi olaraq qeyd etdiyim kimi bu sınaqlar aparılır və bunların əsasında sınaq protokolları tərtib edilir. Həmin protokollar institutun elmi araşdırmalar və təlim sektorunun təlim şöbəsinə təhvil verilir. Həmin elmi araşdırmalar sektorunda sınaq protokolları əsasında müvafiq rəylər yazılır. Əslində bərabər çalışırsınız müəyyən mənada, düzdürmü? Çünki sizin verdiyiniz nəticələrə görə, onlardan gələn rəyə görəmi belə deyək və yaxud qarşılıqlı şəkildə bu böyük bir sistemli işdir. Qida təhlükəsizliyi dediyimiz zaman və Qida Təhlükəsizliyi İnstitutu deyiləndə müəyyən mənada bir maarifləndirmə işləri də ağla gəlir açıqcası. Çünki insanların bilməsi, öyrənməsi, nə yeyirik, nə alırıq, düzdürmü? Müəyyən mənada siz tərəfindən o elmi araşdırmaları qeyd edirsiniz və maarifləndirmə işlərindən də danışaq. Həyata keçirilirmi, necə keçirilir, nələr təşkil edilir? Bəli, institut yarandığı dövrdən bu günə kimi, yəni bu sahədə qida təhlükəsizliyi sahəsində istər sağlam qidalama olsun, istər bitki və heyvan sağlamlığı sahəsində qorunması, əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir. Yəni bu fəaliyyətlər əsasən yəni kütləvi informasiya vasitələrini, tədqiqat sahələrini, qida zəncirində fəaliyyət göstərən sahibkarlıq subyektlərini əhatə edir. Belə ki, institutun əsas fəaliyyət istiqamətlərindən biri olan elmi praktiki araşdırmaların aparmasıdır dediyiniz kimi. Deməli, elmi praktiki materiallar seçilir sırf qida təhlükəsizliyi ilə bağlı olaraq və bu materiallar yüksək reytinqli jurnallarda çap olunmuşdur. Bununla yanaşı kütləvi informasiya vasitələrində mütəmadi olaraq maarifləndirici çıxışlar edilmişdir. Həm mövsümi mövzularda, həm zəruri olan aktual mövzularla bağlı çıxışlar edilmişdir. Maarifləndirici sosial çərçivədə də bu qısa video materiallar hazırlanmış və sosial şəbəkələrdə paylanılmışdır. Yəni müxtəlif mövzularda, məsələn, konservləşdirilmiş məhsullar, dönərin termik emalı və dövriyyəsinə dair tələblər mövzusu. Bu mövzularda maarifləndirici qısa video materiallar hazırlanmış və ictimaiyyətə təqdim olunmuşdur. Həmçinin heyvan sağlamlığı istiqamətində də maarifləndirmə tədbirlərimiz davam etdirilmiş. Heyvan bruselyoz təhlükəli zoonuz xəstəlikdir, heyvanların identifikasiyası və qeydiyyatı sistemi mövzusunda təlimlər, maarifləndirmə tədbirlərimiz Naxçıvan Muxtar Respublikasının müxtəlif regionlarında təşkil olunmuşdur və burada bruselyoz xəstəliyin təhlükələri haqqında, zoonuz xəstəliklərin insan sağlamlığına təsiri, həmçinin heyvanların identifikasiyası və qeydiyyatı sistemi əhəmiyyəti barədə geniş məlumatlar verilmiş, izahatlar verilmişdir. Təşəkkür edirəm ətraflı məlumat üçün. Son olaraq, yəqin ki 2026-da bu araşdırmalar davam edəcək, düzdürmü? Bəli. Orxan müəllim, 2026-cı ildə siz reydləri davam etdirəcəksiniz, düzdürmü? Və bir nüansı da vurğulamaq istərdim ki, mən marketlərə də reydlər keçirilirmi, böyük marketlərə? Əlbəttə ki, bütün qida obyektlərində monitorinqlər aparılır. Həm keçən ildə aparılmışdı, 2025-ci ildə, artıq bu ilki planımızda da var. Bütün, yəni qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən obyektlərdə monitorinqlər aparılır. Mütləq ki, lazımdır. Marketlərdə də aparılır. Xatırladım ki,
artıq biz monitorinqlərin sayını, ümumi dövlət nəzarət tədbirlərinin sayını biz 2200-ə çatdırmışıq 2025-ci ildə və hədəfimiz daha da çox qida obyektinə çatmaqdır. Çünki onlara həm monitorinqlər zamanı belə deyək, Aynur xanım da qeyd etdi, maarifləndirmə işləri də aparılır. Yeni qəbul olunmuş normativ sənədlərin tələbləri onların nəzərinə çatdırılır. Bildirişlər, məktublar verilir və orada olan nöqsanların sonrakı illərdə, qarşıdakı dövrlərdə təkrarlanmaması üçün müvafiq göstərişlər verilir və monitorinqin əsas məqsədi də belə deyək, risk əsaslı yanaşmanın tətbiq olunmasıdır. Bu il aparılan monitorinqin nəticələrinə görə gələn il planlı yoxlamalar formalaşdırılır. Daha çox hansı təkrarlanırmı yoxsa tamamilə daha çox hansı obyektlərdə, hansı fəaliyyət istiqamətində nöqsanlar aşkarlanırsa, həmin istiqamət üzrə planlı yoxlamalar formalaşdırılır və yoxlama həyata keçirilir. Yəni növbəti yoxlamalar da artıq onlar ön planda olur. Bu arada marketləri niyə vurğuladım? Bəzən biz marketlərdə, rəflərdə görürük, istifadə tarixinə çox az müddət qalmış məhsulları görə bilirik. Bu zaman gözləməyin, həqiqətən də müraciət edə bilərsiniz rahat şəkildə. Çünki qida təhlükəsizliyindən söhbət gedirsə, biz özümüz diqqətli olmalıyıq. Nə yeyirik, nə qəbul ediriksə, müəyyən mənada elə biz onun özüyük, o məhsulun da özüyük müəyyən mənada. Ona görə də bunu bir baxın üzərinə, nə yazılıb, nə edilib, bu araşdırmalar, məlumatlar, bu reytlər bizim sağlamlığımız üçündürsə, biz də ehtiyatla, diqqətlə davranmalıyıq. Təşəkkür edirəm gəldiyinizə görə və ətraflı məlumat verdiyinizə görə. Çox önəmli bir mövzudur, qida təhlükəsizliyindən danışırıqsa. Hər birimiz ehtiyatlı.